Bolnis rayon məhkəməsində səs-küyə səbəb olan işin 3-cü məhkəmə iclası baş tutdu. Müzakirə mövzusu Keşiş Camdelyan ilə Komukhaltinin keçmiş qubernator müavini Georgi Şinçikaşvili arasındakı mübahisə idi. Məhkəmə iclasında Keşiş Camdelyanın tərəfi yeni dəlillər təqdim etdi. Georgi Şinçikaşvilinin tərəfi isə dəlillərlə tam tanış olmaq üçün əlavə vaxt və dinləmənin təxirə salınmasını istədi. Məhkəmə vəsatəti təmin edərək dəlillərlə tanışlıq əsasında prosesi müəyyən müddətə təxirə saldı. Digər tərəf bugün yeni dəlillər təqdim etdi və bizim tələbimiz əsasında məhkəmə dəlillərlə tanışlıq məqsədi ilə başqa zamana keçdi. Bugün yeni dəlillər təqdim edildiyinə görə heç kim dindirilmədi. Biz məhkəməyə dəlillər təqdim etdik və digər tərəf vaxt tələb etdi. İclas qapalı olduğuna görə başqa heç nə deyə bilmərəm. Növbəti məhkəməmiz mayın 19-da olacaq.